Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Real Təhlil İnformasiya Mərkəzi təqdim edir. Azərbaycan dilində danışan hər kəsə salam. Bugün uzun müddət müzakirə mövzusu olan, bir çoxlarının hələ də səhv elədiyi bir məqamdan, Xankəndi sözünün ismin yönlük halında doğru yazılışından danışacağam. Əvvəlcə sizdən soruşum, sizcə Xankəndiyə yoxsa Xankəndinə? Xankəndi mürəkkəb isimdir. Bir vurğu ilə tələffüz olunur. Ona görə də bitişik yazılır. Elə bu səbəbdən də yönlük halda ya şəkilçisi qəbul eləyərək Xankəndiyə olacaq. Bu şəkildə yaranan mürəkkəb sözlər dilimizdə çoxdur. Ayaqqabı, ayaqqabıya, dəvəquşu, dəvəquşuya. Bu sözlər də eyni cür hallanır. Xankəndi kimi ikinci növ təyini söz birləşməsi əsasında yaranmış başqa adlara baxaq. Məsələn, Pirallahı, Pirallahıya, Bazardüzü, Bazardüzüyə, Daşaltı, Daşaltıya və s. olmalıdır. Bu sözlərdə vurğu sözün son hecasına düşür. Bu isə sözün birləşmə deyil, bütöv olmasından xəbər verir. Xankəndi mürəkkəb sözdür və hallanması da dediyim qaydaya tabe olmalıdır. Biz bilirik ki, saitlə bitən sözlər yönlük halda ya şəkilçisi qəbul edir. Məsələn, almıya, babıya və s. Gələk, yerlik və çıxışlıq hala. Qaydaya görə mürəkkəb söz olan Xankəndi bu hallarda da saitlə bitən digər sözlər kimi şəkilçi qəbul eləyəcək. Xankəndidə, Xankəndidən, beləliklə Xankəndinə, Xankəndində, Xankəndindən demək və yazmaq doğru deyil. Xankəndiyə, Xankəndidə, Xankəndidən yazmaq və demək lazımdır. Ana dilimizin saflığını qorumaq, bu dildə səlis danışmaq hər birimizin vətəndaşlıq borcudur. Redaktor verilişini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Real Təhlil İnformasiya Mərkəzi təqdim etdi.